Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidovun geyindiyi plaj sosial mediada müzakirələrə səbəb olub. İddialara görə plaj Hugo Boss və ya Burberry brendinə aiddir və qiyməti təxminən 13.000 avro təşkil edir. Maaşı 4225 manat olan bir məmurun bu qədər bahalı geyimə sahib olması, onun fəaliyyətinin yoxlanılması ilə bağlı suallar yaradıb. Maraqlıdır ki, səsləndirilən iddialara nə Mirhəsən Seyidov, nə də Neftçala rayon icra hakimiyyəti münasibət bildirib. Bu kimi hallar məmurun fəaliyyətinə dair araşdırma aparılması üçün əsas yarada bilərmi? Qlobal Info Aza danışan hüquqşünas Rövşən Məmmədov deyib ki, hər hansı məmurun geyiminə görə onun fəaliyyətinin yoxlanılmasını tələb edən hüquqi norma mövcud deyil. Əgər idarə etdiyi icra qurumunda səlahiyyətlərindən sui-istifadə ehtimalı varsa, bu halda araşdırma aparıla bilər. Əks halda, məmur geyiminin bahalı olması yoxlama üçün əsas deyil. O geyimi hansısa qohumunun hədiyyə etdiyini də iddia edə bilər. Məmurun geyimi yox, fəaliyyətində aşkar olunan nöqsanlara görə yoxlanılması mümkündür. Hüquqşünas bildirib ki, həmin plaşın həqiqətən məşhur markaya aid olub-olmadığını dəqiqləşdirmək lazımdır. İstisna deyil ki, bu Çin istehsalı olsun. Əgər belədirsə, qiyməti təxminən 150-200 manat civarında ola bilər. Belə məhsullar adətən A klass kimi tanınır.